Verilişin baş sponsoru Kalsi D3 Nikamed. İdman həkimi, fizioterapevt Fərid Səlimovun sponsorluğu ilə Ay Həkim verilişinə baxırsınız. Ay Həkim davam edir dostlar. CBC Sport'a baxırsınız. Studiyada doktor Tutu Zeynalovadır. Bugünkü qonağımız idman həkimi, fizioterapevt doktor Fərid Səlimovdur. Biz onurğa problemlərindən danışırdıq, amma elə oldu ki, mövzu gəldi, çıxdı əzələ ağrılarına. Çünki onlar bir-birinə bağlıdır. Elə insanlar var ki, doğrudan da elə baxırsan heç bir problemi yoxdur. Analizlər verir, hər şey qaydasındadır. Amma soruşsan necəsin? Deyir, mən düzəlmirəm. Mən elə davamlı olaraq yorğunam, halsızam, əzələlərim ağrıyır, masaja gedirəm, biraz rahatlayıram, sonra gəlirəm, bir neçə gün sonra yenə eyni şey olur. Yəni, burada doğru müraciət necə olmalıdır? Bəzən yəni, idman həkim, idman müalicəsi deyəndə, biraz müalicəvi idman deyəndə onlara belə qəribə gəlir ki, nə dəxli var? Yəni. Eynən, tam razıyam. İnsanlar bəzən idman həkiminin, ümumiyyətlə idman həkiminin nə olduğunu bilmirlər. Çünki bu dünya üçün də yeni bir anlayışdır. Ortalama bir 30-40 yaşı var bu anlayışın. Bizim ölkəmiz üçün isə ümumiyyətlə yeni anlayışdır və bizim ölkədə sayımız, yəni sırf ixtisaslı sayımız 30 nəfər deyil heç bəlkə də, daha azdır. Amma bizim vaxtı var idi, kafedra var idi, sportivna medisina. Mən Rus bölməsini bitirmişəm, Tibb Universitetində müalicəvi idman, LFK deyirdi, leçevna fiskultura deyirdik. Eynən. Amma yəni çox belə səthi keçdilər o dərsi bizə. Çünki yanaşma Sovet dövründə bir fərqli idi və müstəqillikdə də fərqli olub. Bu arada demək istədi ki, sən Sovet dövründən qalmısan. Yox, tarixi daha geniş götürürdüm. Yəni görürsünüz, müstəqillik də dedim, sığortaladım özümü. Aha. Eynən. Və bəzi şəxslər var idi, həmin şəxslərin köməyi ilə artıq Avropada yox, sırf Böyük Britaniya praktikası gəlib Azərbaycanda öyrədilir və bu xaricin bizim ölkə üçün gəlməsidir. Bu tamamilə fərqli bir əslində lüksdür. Nəinki bizim xaricə getməyimiz, həm maddiyyat baxımından daha çoxdur bu şeylər. Və ölkədə artıq bu idman təbabəti var və idman təbabəti tətbiq olunur, min şükür. Elə insanlar var ki, həmin insanlara bunu tətbiq edirik, yenə də təsir olunur və bunlar adətən hansı insanlardır? Pessimist insanlardır. Pessimist insanlar nəticəyə inanmayanlar. Nəticəyə inanmamaqdan da əlavə mütləq ki, nəsə bir problem axtarır. Həm çox həssasdır, həm belə deyim, pozitivi görmək istəmir, ancaq neqativi görür. Və autogen psixologiyada da belə bir şey var ki, mən xəstəyəm deyirəmsə, mən xəstələnəcəm. Mən harada neqativi axtarıramsa, görürəmsə, mən o neqativlə böyüyəcəm və neqativ olacaq ancaq ətrafımda. Çünki beyin onu eşidir, o düşünür ki, xəstə. Aha, deməli nə olmalıdır? Xəstə olmalıdır bu insan. Və sizi xəstələndirir. İnsan özünü xəstələndirir əslində. Eynən, tamamilə razıyam. Və inkişaf etmiş ölkələrdə və inkişaf etmiş klublarda normalda psixoloq mütləq olmalıdır. Elə ağrılar var ki, onları biz sadəcə psixoloji yanaşma ilə həll eləyə bilirik. Çünki, misal üçün, dayanmışıq. Siz, deyək ki, qol bağınızın ağırlığını hiss edirdinizmi buna qədər? Yox. Fikir verəndən sonra başlayır onu hiss eləməyə və ya pencəyin kənar hissəsini. Bunların hamısını biz fikrimizi yönəldərək hiss eləyə bilirik. Amma fikri oraya yönəltməsək, biz onu hiss eləməyəcəyik. Fikrimizi bilən nə edirəm? Və ona görə də nədən asılıdır? Mən nəyə baxıram? Mən pozitivə mi baxıram, yoxsa mən elə neqativə baxmaq istəyirəm? Nə axtardığım önəmlidir. Eynən, bir məna olaraq. Nə axtarırıqsa o da çıxır qarşımıza. Bu pasientlərlə necə işləyirsiniz? Yəni, müalicəvi idman burada proqram nədən ibarət olur daha çox? Stretchingdənmi, yoxsa yəni digər dartınma hərəkətlərimi, yoxsa traksion medisina, yəni necə olur burada? Bu tip pasientlərdə, bu tip neqativ bir pasientlərdə ölkədə təəssüf ki, problem çox böyükdür və bu tip pasientlərin sayı çoxdur. Bu tip pasientlərdə mütləq o adını sadaladığınız müalicəvi idmandır, dartınmalardır, masajdır, traksiya, yəni dartmaq, dartsanval deyirlər. Aha, bəli. Bu tip müalicələrlə yanaşı mütləq psixoloq da olmalıdır. Təəssüf ki, bizim mentalitet biraz psixoloqu dışlayır və psixoloqa fərqli bir baxır, amma öz praktikamda elə pasientlər olub ki, onları psixoloqa göndərmişik, inamla göndərmişik, inandırıb göndərmişik və
ən əsası özü istəməlidir. Özü istəmirsə, bu problemdən azad olmaq heç bir mənası yoxdur. Boş-boşuna gedəcək. Bu əzələ gərginliyinin səbəbi olaraq yuxu məsələnin hansı yerində dayanır? Yuxu çox vacibdir. Çünki mən hər dəfə məşqə gələndə Bəhriyyə xanım məndən soruşur, neçədə yatmısınız? Deyirəm, elə bil ki, cəmaata mən deyirəm, vaxtında yat. Sən də məndən soruşursan. Amma dedi ki, mən əzələlərinizdən hiss edirəm artıq. Gec yatmısınız və yaxud gecə oyanmısınız və s. O, hətta nəinki əzələdən, sizin elədiyiniz məşqdəki performansdan belə hiss olunur. Misal üçün, deyək ki, hər hansı bir plankana dayanırdınız. Əgər normal vəziyyətdə 15 saniyə, 30 saniyə, 1 dəqiqə dayanırdınızsa, bədən yorğundursa, o artıq rahat bir 10 saniyə, 15 saniyə kəsiləcək həmin plankadan. Və orada müəyyən titrəmə hərəkətləri var, ona baxırıq biz. Görürük ki, yəni əzələ artıq işlədi, yoxsa yox. Bu tip şeylərdir. Mən idman həkimiyəm və müasir yanaşmanın hamısını idmançıya tətbiq eləməyi sevirəm. Amma idmançının başına nə oynatsam da yuxunun yerinə heç nə vermir. Yuxu çox vacibdir və hətta böyük bir komandalarda yuxu həkimi belə var. Ondan əlavə biz müəyyən bir yaşı olan bir atlet idi. Artıq bilirsiniz, yəni atletikada və idmanda yaş artdıqca belə potensialı və götürəcəyi yük azalır. Biz məcbur ona günorta yuxusunu yazdıq. Ki günorta yuxusu. Eynən, günorta yuxusu da olsun onda. Və bir çox idman növlərində, əsasən şərq idman növlərində, peşəkar səviyyələrdə günorta yuxusu çox vacib. Nəinki axşam yuxusu, günorta yuxusu. Bu eyni zamanda futbolda və digər, yəni işinə peşəkar yanaşan futbolçular və idmançılar bunu çox yaxşı bilir. Yuxunun yerinə heç nə vermir. Və yaxud misal üçün hansısa bir yarışmadan öncə bəzən görsən ki, idmançıları bir yerə yığırlar falan oteldə. Bəli. Bunun da yəqin ki, məqsədi onları bu rejimə salmaq, yuxu rejimini tənzimləmək. Çünki idmançı evdə olanda nəzarət eləyə bilmir. Disiplinası zəifdir. Bəli, bu komandanın rəhbəri ona. Buna görə də elə nəzarəti olsun deyə həm yuxu rejimi, həm qidalanma rejimi onları yarışlardan qabaq bir yerə toplayırlar. Hətta o qədər vacibdir ki, son elmi araşdırmalar göstərir ki, səhər-səhər edilən məşqlərin keyfiyyəti çox azdır. Yəni belə də məsləhət görür. Elmi araşdırma aparıb cəmaət belə bir məsləhət yazır ki, məşqçilər yuxuya 2 saat əlavə eləsələr və 1 saat əlavə eləsələr daha yaxşıdır, məşqi günorta eləsələr daha yaxşıdır. Yəni səhər tezdən, sübhdən durğuzub məşq elətdirməkdənsə, qoy yuxusunu alsın, məşqi günortaya sal. Çünki orada bir sikl var və o sikldan da əlavə günü keçirtməmək prinsipi var. Çünki bu beyində o dalğalar var. Sirkad ritm deyirlər də, sirkad sikl. Və böyük bir komandalarda ən problemli məsələlərdən biri nədir? O sirkad ritmin pozulması. Çünki bir ölkədən o bir ölkəyə uçur. Məsələn, Qarabağ futbol klubu bir ölkədən digər ölkəyə gedir, orada oyun oynayacaq. Və onun üçün oraya gedib adaptasiya etməlidir. Biz özümüz hansısa bir ölkəyə uçanda biz qəribə oluruq. Və orada bir maraqlı da nüans da var. Əgər biz deyək ki, Avropaya gediriksə, daha tez adaptasiya edirik. Asiya, yəni yer kürəsinin fırlanmasının əksinə gediriksə, daha çətin adaptasiya edirik. Çünki zamanın əksinə gedirik. Maraqlıdır. Eynən, maraqlıdır. Burada yuxunun neçə saat yatdığımız önəmlidir, yoxsa saat neçədə yatdığımız önəmlidir? Hər ikisi önəmlidir. Çünki dedim ki, günü keçirtməmək məsələsi var. Bir də bir vacib məsələ də var. Mən nəyə öyrəşmişəm? Yəni fərd olaraq. Çünki komandada daha böyük məfhumdur, orada fərdlərin sayı çoxdur. Əgər mən öyrəşmişəm, bədən adaptasiya eləməyi ümumiyyətlə sevir. Bədən çox sevir adaptasiya eləsin. Əgər mən bədəni aşlayıramsa, həmişə gec yatmağı və günün deyək ki, axşam vaxtı aktiv olub, səhər vaxtı qeyri-aktiv olmağı, bədən bunu adaptasiya edəcək və bütün sirkad ritmini ona uyğun quracaq. Amma bir gün belə işləyib, bir gün elə işləmək o bədəni şoka salır və tükədir. Bəli, bu balansı pozur. Əslində, arıqlamaq məsələsində belədir ki, hərdən məndən soruşanda ki, gecə saat 12-yə kimi parkda gəzmişəm, deyirəm, yox. Ondansa sən 12-yə kimi gəzmə, 10-a kimi gəz, amma 11-də yat. Çünki bəzən kəskin belə məhdudiyyətlər qoymadan belə sırf pasiyenti 11-də yatmağa məcbur edirsən, saat 11-də yatmaq vərdişini onda yaradırsan, baxırsan ki, rahat arıqlayır. Heç bir məhdudiyyət qoymuruz. Yəni kəskin məhdudiyyətlərdən söhbət gedir. Təbii ki, sağlam vərdişlər öz yerində. Amma bir dənə yuxu rejimində düzəldəndə o qədər şeylər dəyişir ki, insan həyatında. Bir də bu dediyimiz yuxu siklları var da, o saat yarımdır biri. Biz gərək ya deməli yataq 7 saat yarım, 5 sikl saat yarımlıq və ya 9 saat.
Eynən. Yarımçıq oyanmayaq. Çünki o hansısa siklin ortasında oyananda o da əslində özümüzü narahat hiss etməyimizə səbəb olur. Sırf o yuxu görməyimiz ona görədir. Əslində o siklin içərisində bəlkə də 5 saniyə falan nəsə görmüşük, amma bizim üçün bir böyük yuxu kimi gəlir. Bəli, çox maraqlıdır əslində. Məsəl üçün bəzən də deyirlər ki, belə bir bunu da təsdiqləyən elm var ki, gecə deyək ki 1-3 arası oyanırsansa, deməli qaraciyərində nəsə problem var. Səhərə yaxın oyanırsansa, burada ağciyərlərdə problem var. Yəni gecə yuxudan oyanan insanların hansı saatda oyandıqlarına uyğun hansı orqan sizə xəbər verir. Çünki biz yatanda bədəndə texniki servis işləyir də, harda nə nasazlıq var, onu təmir etməyə çalışır. Maraqlı nəzəriyyədir. Güman ki, bu nəzəriyyə də oradan irəli gəlib ki, o bizim oyanış saatımız hansı orqanda nə problem olduğunu göstərir. Və eyni zamanda yuxunun keyfiyyəti. Məsələn, mən pasiyentdən soruşuram ki, yuxunuz necə? Deyir, qəşəng yatıram. Dediyiniz kimi deyir, top atsalar da oyanmıram. Elə deyən pasiyentlər biraz xoşbəxt oluram. Niyə? Çünki o adamın yuxu keyfiyyəti çox vaxt yaxşı olur. Bəli. Dərin yuxu fazası yerində olur. Və onun dərin yuxu fazası varsa, adam bərpa oluna bilir və daha rahat olur. Elə pasiyentlər var ki, deyirəm, yatırsan, deyir, hə, yatıram, 8 saat, 9 saat yuxumu alıram rahat. Deyirəm, yaxşı, gəl indi soru, görürəm axı göz qırmızıdır, tapmalıyam ki, hardandır bu. Deyirəm ki, okey, yatırsınız. Hər hansı bir səs olanda durursunuzmu? Hər hansı bir yüngül səsə reaksiya verirsinizmi və ya oyaq yatırsınızmı? Deyirlər, hə. Bu məsələlər var. Əgər oyaq yatırsa, onun yuxu keyfiyyəti çox zəifdir. Keyfiyyətli yuxu çox önəmlidir. Eynən. Təbii ki. Çox vacib. Misal üçün, deyək ki, mən idmançı deyiləm, amma istəyirəm ki, yenə də kürək əzələlərim güclü olsun. Oturaq işdə iş çalışıramsa, gündəlik elə oturduğum yerdə və yaxud elə masa başı biraz, yəni masamın ətrafında hansısa bir idman hərəkətləri varmı ki, mən onları etsəm, əzələlərim, kürək əzələlərim xüsusilə də daha güclü olacaq? Məsəl üçün, səhər idmanında bizdə bu hərəkət var idi, belə edirdik. Və ki, burada kürək sümüklərimizdə dəysin. Mobillikdir əslində. Yüngül gərmə məşqləridir və mobillikdir. Yəni onlar gücləndirmə deyilir əslində. Və biz o bayaqki misalıma uyğun olaraq, yəni heyvanlara falan baxsaq, onlar duranda bir gərmə hərəkətləri eləyirlər və bir gərmədə əzəllər açılır. Bəli, onlar güc məşq eləmir ki orada. Bir gərməni eləyir, mobilliyi eləyir ki, oynaq açılsın, rahatlaşsın. Yəni bu bütün oynaqlara aiddir. Eləyə bilsək çox yaxşı olar. Boynumuzda, məsəl üçün, bir məna olaraq boyun birbaşa başlayır. Bəli. Onsuz belə deyim. Yuxarıdan aşağı hər gün bütün oynaq əzələlərimizi çalışdırmalıyıq. Bir məna olaraq və yuxarıdan aşağı başlamalıyıq. Yuxarıdan aşağı başlamalıyıq. Aşağıdan yuxarı yox. Bunun səbəbi də odur ki, ali idarə edici orqan beyindir. Mən birinci beynimi qızışdırmalıyam ki, beynimin qan dövranını artırmalıyam ki, o digər işləri daha keyfiyyətli görsün. Mən yavaş-yavaş sizin mərkəzə gəlib gedərək, bir də görəsiniz part-time idman həkimi çalışıram. Amma doğrudan elementar, çox sadə məşqlərdir. Amma görürsən ki, insana necə müsbət təsir hər mənada. Adi, məsəl üçün, boyun hərəkətləri edirik, sonra bu çiynimizin hərəkətlərinə gəlirik, sonra onurğamızı belə. Mən indi Bəhiy xanım izləyirsə deyəcək. Bütün fişkalarımızı dedi efirdə. Amma sözümü nəyə gətirirəm? Çox sadə hərəkətlərdir. Amma görürsən ki, hər hərəkətdə hansısa əzələvi hiss eləyirsən. Amma fərqində deyilsən ki, bu kiçik məşq sənin filan əzələvin möhkəmlənməsinə, güclənməsinə gətirib çıxarır. Bir mənə olaraq razıyam və qətiyyən o məsələ ilə razı deyiləm ki, bütün fişkaların göstərilməsi. Bu onsuz da YouTube-da falan var. Təbii ki. Və mən təlim keçəndə həmişə tələbələrə bunu deyirəm ki, fizioterapistin və bir idman həkiminin əsas gördüyü iş nədir? Həmin o məşq yığıntısını bir zəncir, bir gözəl bir sep deyək ki, bir sep kimi düzsün və onu şəxsə uyğunlaşdırsın. O çox vacibdir. Hər kəsə uyğun bir proqram yazılsın. Eynən. Və onun orada psixologiyası da qiymətləndirilsin və düzgün idarə etmə yaradılsın orada. Fikir vermisinizsə, bizim məşqlərdə mütləq tet-a-tetdir, qrup şəklində deyil. Bir nəfərə bir fizioterapistdir. Çünki həmin zaman ərzində, deyək ki, yarım saat müddət ərzində həmin fizioterapistin nəzarət altında olur. O fizioterapist bir məna olaraq həmin pasiyenti idarə etməli, idarə edə bilmirsə, o bizim komandamızda olmayacaq bir məna olaraq. Çünki idarə etmək məsələsi niyə görədir? Psixoloji olaraq başa düşməlidir, bilməlidir ki, niyə bunun bu problemi var. Fikrimi izah edirəm, nə edirəm? Yəni ona görə Bəhiy xanımın sizə verdiyi sualların hamısının əslində bir arxası var. Və orada bir alqoritm var. Yəni arxasında o prosta sözü deyil. Ki, hə cavabı olsa, bu addımlar atılacaq, yox olasa bu. Bu məşqlər olacaq. Bir də nə xoşuma gəlir, müəyyən hərəkətlər var ki, onları mən əvvəldən elə sevmirdim də, nə pilateslə məşğul olan, nə fitnesslə məşğul olanda. O sevmədiyim idman hərəkətləri də
nəzərə alınır və çeşid çoxdur. Yəni hər dəfə eyni şey etmirik deyə maraqlı gəlir də. Bu bir hardasa o yarım saat necə gəlir, gedir heç bilmirik. Yorucu olmur. Belə əyləncəli kimi sanki ən sevdiyim hələ də balans məşqləridir. Bəli, amma çox maraqlı olur. Yəni mən təşəkkür edirəm sizə öz adıma və əminəm ki, bizi izləyən sizin pasientləriniz də razıdır. Həm çox gözəl komandanız var. Doğrudan işinin peşəkarıdır orada çalışan xanımlar və bəylər. Bəli, hər biri siz dediyiniz kimi tet-a-tet müştəri ilə, pasiyentlə axıra kimi. Yəni son hətta arada olur sonda deyirsən ki, tələsirə bəlkə dartılmanı eləmək deyir, yox, otur. Dartılmanı elə, bu məşqimizi zayi eləmə, sonra gedərsən. Yəni heç bir hərəkətdə belə belə loru dildə desək, yola vermirlər. Pasiyenti axıra kimi aparırlar və sonra artıq biz nəticə əldə edirik. Bu arada məndən yarım saatdan çox məşğul olurlar mənimlə. Bəzən uzanır məşq məndə. Xoşdur. Çünki orada bizdə əsas bir dəyər adımıza işləməkdir. Bəli, biz müəyyən bir bayrağın altındayıq, müəyyən bir belə binanın içərisindəyik. Amma ki, məsələn, niyə Bəhiyyə xanımın adını deyirsiniz? Çünki o öz işinə hörmət eləyir və öz işinin nəticəsini tələb eləyir və görmək istəyir. Çünki özü çəkdiyi əziyyətə də hörmət eləyir. Fikrimizi izah edirəm nə edirəm? Və bizim ötürdüyümüz tələbələrə, gənclərə əsas meyar odur ki, öz adımıza işləyək. Əgər mənim adıma ləkə gələcəksə, demək mən hardasa problem edirəm və ləkələrin sayı artırsa, mənim həm reytinqim düşür, peşəkar olursan. bir mənalı olaraq. Yox, çox gözəl komandanız var. Mən təşəkkür edirəm. Mən doğrudan da bilmirdim ki, Azərbaycanda indi burada danışırdım sizin haqqınızda, amma o işin içinə girmək, bir pasiyent kimi sizin xidmətlərinizdən istifadə etdikcə görürəm ki, hə, doğrudan da Azərbaycan bu mövzuda nə qədər inkişaf edib, reabilitasiya məsələləri, ora gələn idmançılar, necə onlar travmalardan sonra tez bir zamanda bərpa olurlar. Ən qısa zamanda baxıram ki, bir həftə başlayanda bu hərəkəti edə bilmirdisə, həftənin axırı artıq bu hərəkəti necə, yəni travmalı ayaqla baxırsa, necə bu tez bir zamanda bərpa olundu. Doğrudan da sizin əməyiniz çoxdur və mən sizə uğurlar arzu edirəm. Son olaraq nəsə əlavə etmək istəyirsinizsə, buyurun. Kameralar, tamaşaçılar sizi eşidir. Çünki verilişimiz artıq sona doğru yaxınlaşır. Özünüzü peşəkarlara əmanət edin və eyni zamanda mental olaraq da sağlamlığımızı düşünək. Bu çox vacibdir. Bəli, çox vacibdir. Elnur müəllim həmişə soruşur ki, mental deyirsən. Deyirəm ki, bəli, psixoloji vəziyyətimiz çox vacibdir, çox önəmlidir. Təşəkkür edirəm sizə. Bugünkü qonağımız idman həkimi, fizioterapevt doktor Fərid Səlimov idi. Dostlar, elə bizim verilişimizin sponsorlarından da biri Böyük Britaniya təhsilli bu həkimdir. Burada məqsədimiz reklam deyil. Sadəcə Azərbaycanda belə bir reabilitasiya mərkəzinin Fərid doktorun rəhbərliyi altında olmasını bildirməkdir ki, çünki bu problemlərlə rastlaşan və fəsadları ilə illərlə əziyyət çəkən və həyat keyfiyyəti azalan insanlar kifayət qədər çoxdur. Buna görə də diz onurğa çiyin əzələ ağrılarından daha tez və müasir idman yanaşması ilə bunu sınamış biri kimi sizə deyirəm ki, azad ola bilərsiniz. Bunun üçün doktor Fərid Səlimova müraciət edin 055 318 83 94 nömrəsinə zəng edərək. Verilişimizin baş sponsoru Ştada şirkətinə də təşəkkürümü bildirim. Kalsium döyüş, Nikamet, portağal və limon dadlı çeynəmə tabletlərini sizə təklif edir. Günə 3 fincandan artıq kofe içirsinizsə, siqaret çəkirsinizsə, spirtli içkilərdən istifadə edirsinizsə, ət məhsulları, süd məhsulları yemirsinizsə, xüsusilə vegansınızsa, hamiləlik və laktasiya dövründə kalsium ehtiyacınız artır və bunu təyinata uyğun olaraq kalsium döyüş, Nikamet, portağal və limon dadlı çeynəmə tabletləri ilə bərpa edə bilərsiniz. Çünki bu preparat 25 ildən artıqdır var. Sınanmış preparatdır. Hamilələr də 3 yaşından yuxarı uşaqlar da rahatlıqla istifadə edə bilər. Bugünlük bu qədər. Özünüzə yaxşı baxın, sağlamlığınızı sağlam ikən qoruyun və həkimə vaxtında müraciət edin. Verilişin baş sponsoru Kalsi D3 Nikamet.